Bir gün kız garson restoranda stolun üstünü temizleyerken gördü ki menünün altında səpələnmiş pullar ve bir pul qabı var. Həyəcanlı şəkildə tez bu pulları bir yere topladı ve pul qabına koydu. Pul qabından bir vizit kartı çıxardıb özündə saxladı. Ve pul qabın pulla birlikte gətirib restoranın müdürünə verdi. Dedi ki, bu pul qabı mən stolun üstündən tapmışam. Müdür pul qabı bundan alıb işarə elədi ki, çıxıb gedə bilərsən. Bunu görən restoran sahibi açdılar pul qabını, gördülər çoxlu miqdarda pul var və tamahlarına yedira bilmədilər. Dedilər, nədən bu pulu gəl öz aramızda bölüşdürək. Və belə də etdilər. Amma tədbir gördülər ki, birdən bu işin üstü açılsa, bəs neyniyək? Və restoran müdürü dedi ki, gəl pul qabını qoyaq həmin qarsonun sumkasına. Belə də etdilər. Qarsonun sumkasını gətirib, boş pul qabını qarsonun sumkasına koydular. Biraz geçmişti ki, restoranın qapısı sürətlə açıldı ve bir zəngin adam içeri daxil olub, təlaşlı şəkildə stolun üstünü araşdırmağa başladı. Bunu görən qarson, kız buna yaxınlaşdı, dedi, nə lazımdır sizə? Dedi ki, bəs az öncə mən pul qabımı burada unutmuşam. Bu zaman elə restoran müdürü bunlara yaxınlaşdı və söhbətə girdi ki, gedək müdürün yanında bu işi araşdırarıq. Və bunu götürüb müdürün otağına apardılar. Restoran müdürü kişiyə dedi ki, nə işdir? Dedi ki, bəs mən az öncə pul qabımı sizin restoranda unutmuşam. Dedi, bizim xəbərimiz yoxdur. Onda gəl qarsonundan soruşaq ki, görək o pul qabı görüb yoxsa görməyib. Qarsonu çağırırlar, deyir, bu kişi deyir, cüzdanım burada unudub. Burada, sen burada pul qabı görmüsən stolun üstündə, yoxsa görməmişsən? Deyir, hə, mən az öncə həmin pul qabını gətirib sizə verdim də. Müdür qışqıraraq bunun başına deyir ki, sən bizi suçlama yine. Bizə sən pul yat verməmişsən. Bunu görən həmin zəngin adam deyir ki, tez olun mənim pullarımı verin. Mən indi polis çağıracağım bura, qoy o polis bu işi araştırsın. Bunu eşidən namuslu qarson əsməyə başlayır və bu həmin zəngin adam sürətlə buranı tərk edib çıxıb gedir. Qarson da onun arxasında qaçıb gəlir, amma o çıxıb getmişdi. Bunu qarson yenidən qayıdır müdürün yanına ki, bəs mən axı pul qabı gətirib sizə vermişdim. Siz niyə belə edirsiniz? Deyir ki, sən nə ilə sübut eləyərsən ki, pul qabını gətirib bizə vermişdin. İstəsən bizə şərik ola bilərsən. Amma sən sübut eləyə bilməzsən ki, pul qabını gətirib bizə vermirsən. Belə bu anda təzədən restoranın qapısı açılır. Həmin zəngin adam polislə birlikdə içəri girirlər. Amma bundan əvvəl həmin qız qarson, onda vizit kartı var idi. Pul qabından götürmüşdü. Zəng edib hadisəni bu zəngin adama danışmışdı. Və bu zəngin adam içəri
müdürün yanına gəlir və deyir ki, tez olun mənim pullarımı qaytarın. Restoran müdürü deyir ki, sənin pulların bizdə deyil. Sən bizə böhtan atırsan. Sən necə sübut edə bilərsən ki, sənin pulların bizdədir. Deyir, arxayın olun. Mənim telefonumda sizin danışığınız hamısı qeydiyyatda var. Və üzün döndərib polislərə deyir ki, tutuklayın bunları. Oğru bunlardır. Sonra dürüst qarsona çevrilərək deyir, mənim ofisimdə sənin kimi bir dürüst insana ehtiyacım var. Ona görə səni mən öz ofisimdə işə götürmək istəyirəm. İndi dostlar, yadda saxlayın ki, sonda həmişə dürüst insanlar qalib gəlir. Heç vaxtı oğru insanlar qalib ola bilməz. Ona görə həyatda həmişə düzlük lazımdır. Allah sizi var eləsin.